15 dəqiqə. 15 dəqiqə idi. Xətlər meydana daxil sayılırdı. Sayılır. Qəşəng xətlər meydana daxil. Mərkəzi dairənin diametri nə qədər idi? 6 metr. Radiusu 3 metr. qəşəng radiusu isə 3 metr idi. Yaxşı, mərkəzdən top birbaşa zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olduqda oyun hardan başlayırdı? Mərkəzdən top birbaşa zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olduqda. Mərkəzdən daxil olanda ikinciden zərbə. Mərkəzdən top birbaşa zərbəni yerinə yetirən komandanın öz qapısına rəqibin xeyrinə başlayırdı, yoxsa bizim kimin xeyrinə başlayırdı o üçdən zərbə? Hə? Yox, rəqibin bizim xeyrimiz olardı. Yox, niyə rəqibin xeyrinə olmurdu ki? Hə, rəqibin. Bəli, rəqibin xeyrinə nə başlayırdı? Küşdən zərbə başlayırdı. Aha, küşdən zərbədən birbaşa qol var, yoxdur? Var. Qəşəng, küşdən zərbədən də birbaşa qol qeydə alınırdı. Sonra küşdən zərbədən də birbaşa qol qeydə. Künc qövsün radiusu tez tardan da. 0.25. Qəşəng, künc qövsün radiusu 0.25 idi. Sonra qapıçı topu əlində götürüb qapıçı meydançasından çıxardısa oyun necə davam edirdi? Sərbəst zərbə ilə. Əlində anam, əlində. Onu bilmədim müəllim. Qapıçı topu əlində götürüb qapıçı meydançasından çıxardısa cərimə zərbəsidir. Amma ayağında çıxardısa Onda sərbəst. aha, ayağında çıxardısa sərbəst zərbə idi. Aha, oyunda sərbəst zərbə ilə cərimə zərbəsinin fərqi? Kontaktlı, kontaktsızdır da. Aha, birində kontaktlıdır, birində kontaktsız. Hansı kontaktlıdır, hansı kontaktsız? Əgər toxunuş varsa, cərimədir. Əgər sözdürsə, Sərbəst belə zərbədir. deyək də, yəni onda sərbəst. Bəli, sərbəst zərbədir. Sonra gəldik nəyə? Komanda minimum meydanda neçə nəfər oyunçu ilə oyun davam etdirə bilir? Minimum. Nəfərlə. Minimum neçə? Oyunda 3 nəfər minimum, maksimum 5 nəfər. Aha, minimum 3 nəfərlə oyun davam etdirə bilərdir. Amma maksimum isə nə qədərdir? 5 nəfər, düzdür? 5 nəfər. Aha. Sonra əvəz etmə zamanı hakimə məlumat verirlər. Bəli. Əvəz etmə zamanı hakimə məlumat verilmirdi. Əvəz etmə zonasının uzunluğu nə qədərdir? 5 metrə. Aha, əvəz etmə zonası olacaq nə qədər? 5 metr, düzdür? Aha. Əvəz etmə deyirik. Nə qədərdir? 5 metr. Onda üzr istəyirəm, bir dənə sual Buyurun, verim. buyurun. Futbolda hakimə məlumat verilir. Futbolda verilirdi. Çünki futbolda niyə verilirdi? Yox, futbolda əvəz etmə zonası var anam. Futbolda əvəz etmə zonası yoxdur, amma futsalda nə var? Əvəz etmə zonası var. Əvəz etmə zonası, bəli, əvəz etmə zonası olan oyunlarda nə verilmir? Olduğuna görə dəyişə bilər. Ay, sonra